Salam, hörmətli izləyicilər. Xoş gördüm hər birinizi. Bu ütünü yoldaşım Adgülmə bir ay qalmış İrşaddan almışdı və mən ütünü yoxlamağı istəyirəm. Gördüyünüz kimi ütünü açmışam və su əlavə edirəm. Ütü həqiqətən çox gözəl və mükəmməl bir ütüdür. Ütüm var idi, 5 il idi işlədirdim. Amma nəsə yaxşı işləmir. Ona görə də yoldaşım mənim üçün yeni bir ütü alıb. Çox sağ olsun. Brown firması mükəmməldir həqiqətən. Şalvar və köynək ütüləyəcəm. Baxaq necə ütüləyəcək. Ütün dəstəsinin alt hissəsində gördüyünüz kimi knopka vardı. O həm par vermək üçündür, həm də qırışları açmaq üçündür. Çox gözəl funksiyalar var həqiqətən. Baxın, şalvarı artıq ütüləyirəm. Şalvarı elə qəşəng xətt saldı. Sadəcə videoya tam çəkə bilməmişəm. Sona qədər izləyin, görəcəksiniz köynəyi qırışlarını necə açdı, necə qəşəng səliqəli ütüləmişəm. Mən həmişə qəşəng ütüləyirəm paltarı. Bu ütünün funksiyası çox bəyəndim. Nə üçün? Çünki xətti mükəmməl salır da. Çox qəşəng xətt salır. Şalvara, köynəyin qol hissəsinə çox bəyəndim. Həqiqətən bir toxunuşla mükəmməl. Artıq görürsünüz, köynəyin qırışlarına baxın, necə qırışlı bir köynəkdir. Mən ona görə belə qırışlı köynəyi göstərirəm ki, ütünün funksiyasını sizə təqdim etmək üçün. Baxın, artıq ütüləmişəm. Necə qəşəng, səliqəli, hamar